Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrafil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli amma ba'd. Əziz və hörmətli qardaşlar, ilk öncə uca Rabbimiz Allah Subhanahu wa Taala həmd sənalar olsun. Bizi dinimizi öyrənməyə müvəffəq eləyir. Cahiliyi üzərimizdən qaldırırıq, Rəbbimizin müvəffəqiyyəti ilə salihlərlə bir məclisdə iştirak edirik. Həmçinin onun hörmətli mələkləri ilə bir yerdə oluruq. Əziz qardaşlar, insanın dinini öyrənməsi müsəlmana bu dünyada verilən ən dəyərli, ən əzəmətli nemətlərdəndir. Ən üstün nemətlərdəndir. Yəni insan çünki cahil qalanda, dinindən cahil qalanda o digər nemətlərdən də məhrumluq yaşayır. Qədrini bilmir. Dində gələn digər fəzilətlər barəsində digər xeyirlərdən də məhrum qalır. Çünki onları bilmədiyinə görə. Həmçinin halal-haram məsələsində də problemlər yaşayır. İnsan əgər istəyirsə zülmətdən nura çıxsın, digər nemətləri də Allahın izni ilə asanlıqla əldə eləsin, dinini öyrənsin. Otursun, vaxtını Allah üçün sərf eləyərək dinini öyrənsin. Bunda səhlənkarlıq etməsin. Tənbəllik etməsin. Yavaş-yavaş otursun, insan dinini öyrənsin, əziz qardaşlar. Bizim keçdiyimiz dərs İmam Tirmizinin Şəmail-i Muhammediyyə kitabıdır. Muhammed sallallahu aleyhi ve sellem'in xislətləri kitabı. Bugünkü mövzuda 22-ci fəsildə müəllif deyir ki, Bəbu mə cəfi tukəti Rasulillahi sallallahu aleyhi ve sellem. Allah Resulü sallallahu aleyhi ve sellemin söykəyi barədə varid olanlar. Yəni, izah edirəm, mənası nədir? Dayaq, söykənəcək üçün yastıq, döşəkçə, mütəkkə. Yəni, insanın bir şeyə söykənməsi bu barədə nə varid olub Allah Resulü sallallahu aleyhi ve sellemdən? Yəni, baxın, əziz qardaşlar, sahabələr gör, Peyğəmbər sallallahu aleyhi ve sellemə necə izləyirdilər, necə tabi olurdular, ittiba edirdilər. Buna kimi bizə nəql ediblər. Buna kimi diqqət yetiriblər. Bunu belə əhəmiyyətli hesab eləyib, özündən sonra gələn nəsilə bunu ötürüblər. Ona görə, yəni ki, nə gəlibsə də sünnədə insan, onu götürür, nə barədə susulubsa da, bu da rəhmətdir Allahdan. Yəni, onu insan eyləməsin, axtarmasın, eş eləməsin, niyə belədir, nə gəlibsə də ondan yapışsın. Ona əməl eləsin. Nə barədə susulubsa da, Allah Teala onu rəhmət olaraqdır. Unutqanlıqdan deyil, necə ki, hədisdə gəlir. Deməli, burada Peyğəmbər sallallahu aleyhi ve sellem söykə barədə deyəndə dayaq, söykənəcək, söykənmək üçün bir şey, yastıq, döşəkçə, mütəkkə, bu kimi şeylərə Peyğəmbər sallallahu aleyhi ve sellemin söykənməsi barəsində gələnlərdir. 130-cu rəvayətdə Cabir ibn Samura radiyallahu anh rəvayət edir ki, mən Allah Resulü sallallahu aleyhi ve sellemin sol böyrü üstə yastığa dirsəkləndiyini görmüşəm. Sol belə, yəni böyrü üstə yastığa dirsəkləndiyini görmüşəm deyə. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm belə əməl eləyibdi. Yəni bu belə əməl etmək icazəlidir, müstəhəbdir və yaxud da ki bu sünnədə gəlibdir. Bu təkəbbür əlaməti deyil, bu sünnəyə müxalif olan bir şey deyil. Çünki bəzi oturuş qaydaları indi biz oxuyanda biləcəyik, yəni qadağa gəlib, bəyənilməyəndir. Amma bu oturuş qaydası normal oturuş qaydasıdır və yaxud da söykənmək normal söykənmək qaydasıdır, bu problem deyil. 131-ci rəvayətdə əziz qardaşlar, Əbu Bakra radiyallahu anhu rəvayət edir ki, Allah Resulü sallallahu aleyhi ve sellem sahabələrindən sizə günahların ən böyüyü barədə xəbər verinmi deyə soruşdu. Peyğəmbər sallallahu aleyhi ve sellem bir gün sahabələrinə deyir ki, günahların ən böyüyü barədə sizə xəbər verinmi? Ən böyük günahlar hansıdır? Sahabələr, bəli ey Allah Resulü deyə cavab verdilər. Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu ki, birinci dedi ki, Allaha şərik qoşmaq. Günahın ən böyüyü nədir? Allaha şərik qoşmaqdır. Və valideynlərin üzünə ağ olmaq. Bunu dedi. Bunu deyəndə o dirsəklənmişdi. Yəni bu iki sözü deyəndə Peyğəmbər sallallahu əleyhi və səlləm dirsəklənmişdi. Sonra qalxıb oturdu. Yəni belə dirsəklənmiş formada qalxıb oturdu və dedi ki, yalandan şahidlik etmək və ya yalan söz danışmaqdır dedi. O bunu dalbadal o qədər təkrar etdi ki, biz bir-birimizə nə olaydı o susayırdı deyə dedik. Yəni öz aralarında yəni ki, deyirdi ki, nə olaydı ki, Peyğəmbər sallallahu əleyhi və səlləm susaydı. Yəni bunun da izahı var. Niyə sahabələr belə deyirlər? Yəni bunun izahı var əziz qardaşlar.
Əziz qardaşlar, bilmək lazımdır ki, hər bir müsəlman böyük günahları bilməlidir. Niyə? Onlardan çəkinə bilsin deyə. Böyük günahları bilmək lazımdır. Yəni insan böyük günahlardan, yəni insan o zərər olan şeyi, ziyan olan şeyi də bilməlidir ki, ondan çəkinsin. Yoxsa özü də bilmədən böyük bir günaha batar, hətta bəziləri küfrə yol verir və bu əməlin ona savab qazandırdığını güman eləyir. Lakin özü də hiss etmədən əməlləri puç eləyir. Bu xüsusda Uca Allah Teala belə buyurur. Kəhf surəsi 103-105-ci ayə kimi. Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verinmi? Allah Teala deyir. O kəslər haqqında ki, onlar dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördüklərini güman edirdilər. Onlar Rəbbinin ayələrini və onunla qarşılaşacaqlarını inkar edən, buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, qiyamət günü biz onlara əhəmiyyət verməyəcəkdir. Hansılardır? Onlar da Rəbbinin ayələrini və onunla qarşılaşacaqlarını inkar edirlər. Yəni, bu əməl ki var, bəzi insanlar, bəzi müsəlmanlar ki var, o cahil olan toplum insanlar Allahın ayələrini inkar eləyirlər, yəni dolayı yoldan əkim gedib gəlib orada və yaxud da Allahla qarşılaşmağı inkar eləyirlər. Bu da əziz qardaşlar, bildiyimiz görə bu küfürdür, böyük günahlardandır və əməlləri puç eləyir. Deməli, indiyədək İslam alimləri böyük günahlardan bəhs edən neçə əsərlər yazmışdır. Bunlardan ən dəyərlisi İmam Zəhəbinin yazdığı Böyük Günahlar kitabıdır. Əl-Kəbair kitabı. Deməli, əziz qardaş, Quran və sünnədə, həm Quranda, həm sünnədə böyük günahlar bir yerə toplanaraq qeyd olunmayıbdır, deyilməyibdir. Alimlər insanlara asanlaşdırsın deyə bildiriliblər ki, yəni bir yerə toplayıblar ki, bilsinlər ki, bunlar böyük günah. Çünki Quranı əvvəldən axıra kimi oxuyanda insan ola bilsin diqqətindən qaçırsın, ya qafil olsun, məsələni başa düşməsin, ya Quranda da və sünnədə. Amma bir yerə toplanıb yazılanda, necə ki, Zəhəbi rahimehullah 70 dənə günahı Əl-Kəbair kitabında, Böyük Günahlar kitabında yazıb qeyd eləyirdi. Hamısı da Quran və sünnədən dəlilləri ilə. Hamısı. Onlardan sonra Muhammed Abdülvahhab rahimehullah, həmçində o da Böyük Günahlar adında qısa, bəsit, çox asan üslubla Böyük Günahlar kitabını yazıbdır. Və digər alimlər də yazıblar. Başqa adlarla, başqa ünvanlarla alimlər yazıblar. Ya hədislər toplusu ilə və ya da Quranda və sünnədə gələn yazılıb bu ümmətə üçün təqdim olunub ki, insanlar bunu bilsinlər və böyük günahlara düşməsinlər. Yəni bu barədə neçə əsərlər, kitablar yazılıb əziz qardaşlar, böyük günahlar barəsində. Yəni çünki Quran və sünnədə hamısı bir yerdə deyil. Alimlər onlardan hamısını bir yerə toplayıb bir yerə yazıblar, insanlara təqdim ediblər ki, insanlar bunu oxuyub, bəziləri daha geniş, ətraflı formada, bəziləri də çox bəsit, qısa bir formada bunu yazıb, asan üslubla insanlara təqdim ediblər ki, insanlar oxuyub bundan çəkinsinlər və başa düşsünlər ki, bu böyük günahlardır və buna düşmək insanı cəhənnəmə aparır. Sonra əziz qardaşlar, hədisdə gəlib Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, sizə böyük günahlar barəsində xəbər verin. Birinci nədir? Şirk. Allaha şərik qoşma ən böyük günahdır. Hamımız bilirik ki, şirk ən böyük günahdır əziz qardaşlar. Şirkə bərabər belə günah yox. Nəinki böyük? Bərabər günah yoxdur. Günahların içərisində ən böyüyü şirkdir. Allaha şərik qoşmaqdır. Allahla yanaşı və yaxud da Allahdan başqasına ibadət etmək. Allahla yanaşı kimisə çağırmaq. Allahla yanaşı kiməsə də ibadət etmək. İbadətin hansı növü varsa da onu insan nəinki Allahdan başqa, Allahla yanaşı eləyirsə də bu şirk salih. Ən böyük günah salih və şirk yeganə əməldir ki, insanı əbədi cəhənnəmə salır. Bütün əməllərini puç eləyir və insanı dindən çıxardır, İslamdan çıxardır. Müsəlman olmur, o artıq kafir olur. Yəni, və günahların ən böyüyüdür. Ona bərabər günah yoxdur. Allah qorusun bizi. Bu xüsusda Allah Subhanahu wa Taala Quran-ı Kərimdə Nisə surəsi 116-cı ayədə deyir ki, şübhəsiz ki, Allah ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan günahları isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür. Başqa bir ayədə, Maidə surəsi 72-ci ayədə Allah Taala deyir ki, həqiqətən də Allaha şərik qoşan kimsəyə Allah cənnəti haram etmişdir və onun sığınacağı yer oddur. Zalimlərə kömək edən olmayacaqdır. Abdullah ibn Məsud radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm demişdir: kim Allaha şərik qoşub ölərsə cəhənnəmə girər deyir.
Hədisi Buxari rivayet etmişdir əziz qardaşlar. Sonra hədisdə qeyd olunan valideynin üzünə ağ olmaq məsələsi. Şirkdən sonra gələn. Baxın, nə qədər böyük günahdır ki, Peyğəmbər sallallahu əleyhi və səlləm şirkdən sonra valideynin üzünə ağ olmağı qeyd edir. Və burada Allaha şərik qoşmağın ardınca valideynin üzünə ağ olmağın böyük günah olduğunu xüsusilə vurğulanır. Görsən, Allaha şərik qoşmaq, çünki o qədər böyük günahlar var. Amma valideynin üzünə ağ olmaq hamısından böyükdür və şirklə yanaşı gəlir. Quranda həmçinin bu iki günah bu üslubla zikr edilir. Allah Teala Quran-ı Kərimdə Nisə surəsi 36-cı ayədə deyir: Allaha ibadət edin və ona heç bir şeyə şərik qoşmayın. Valideynlərə yaxşılıq edin deyir. Allaha ibadət et və ona heç bir şeyə şərik qoşma, valideynlərə yaxşılıq edin deyir. Allahın haqqından sonra, yəni ibadət etmədir, ibadətdə də ona heç bir şeyə şərik qoşma, ondan sonra da dərhal valideyn haqqını Allah Teala bildirir öz haqqından sonra. Yarhamkallah. Loğman surəsi 14-cü ayədə Allah Teala deyir ki, mənə və valideynlərinə şükür et deyir. Mənə və valideynlərinə şükür et deyir. Axır dönüş mənədir deyir. Allah Teala özü ilə yanaşı valideynə də şükür etməyi bildirmişdi Loğman surəsi 14-cü ayə və bundan sonra da Allah Teala davamında deyir ki, axır dönüş mənədir. Yəni bil ki, yəni bunu sən yerinə yetirməlisən, yəni ki, buna görə axır dönüş mənədir, gəlib cavab verəcəksən. Əbu Hüreyrə radiyallahu anh rivayet etdiyi hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm demişdi: Zəlil oldu, zəlil oldu, zəlil oldu. Sahabələr kim ey Allahın Rəsulu deyə soruşduqda o Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, valideynləri yaxud valideynlərin biri qocalanadək onunla yaşayıb, sonra da üzlərinə ağ olub cənnətə girən kimsə, cəhənnəmə girən kimsə, cəhənnəmə girən kimsə zəlil oldu yəni. Valideynin qayğısına qalmaq mövzusunda Əbu Hüreyrə radiyallahu anhu misal çəkmək olar. Rivayet edilir ki, Əbu Murra demişdir: Mən Əbu Hüreyrə ilə birlikdə onun yaşadığı yerə Zulhuleyfəyə gəldim. O yaşadığı yerə gəlib çatdıqda Zulhuleyfə miqatlardan birisidir. Mədinənin miqatıdır. Əbu Hüreyrə radiyallahu anhu orada yaşayırdı. Anası. Deyir ki, o yaşadığı yerə gəlib çatdıqda uca səslə çağırıb dedi: Sənə salam olsun ey ana. Allahın mərhəməti və onun bərəkəti sənə yetişsin. Anası da ona belə cavab verdi: Sənə də salam olsun, Allahın mərhəməti və onun bərəkəti sənə də yetişsin. O dedi: Məni körpəliyimdən tərbiyə edib bəslədiyin kimi Allah da sənə rəhəm etsin. Anası da ona belə cavab verdi: Oğlum, sən mənə qocalığın ən düşkün çağında qayğı göstərdiyin kimi Allah da səni xeyirlə mükafatlandırsın və səndən razı qalsın deyir. Sonra hədisin sonunda əziz qardaşlar, doğruluq barəsində, yalan danışmaq barəsində Peyğəmbər sallallahu əleyhi və səlləm orada deyir axı, yalandan şahidlik etmək və ya yalan danışmaq barəsində. Bu əziz qardaşlar seçkin bir əməldir. Yalandan şahidlik etmək, həmçində yalan danışmaq. Digər bir hədisdə rivayet edilir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm belə buyurmuşdu: Doğruluq adamı yaxşı işlərə görməyə yönəldir. Yaxşı işlər isə insanı cənnətə aparır. Həqiqətən adam o qədər doğru danışar, nəhayət Allah yanında doğru danışanlardan sayılır. Kimin? Allahın yanında. Yalan isə adamı günah işlərə yönəldir. İnsan niyə günah eləyir? Onun bir qismi də nədir? Yalan danışmağındandır. Yalan danışanda da insan nə olur? Günah işlərə yönəlir. Yalanı insanı günaha yönəldir. Günah işlər də adamı cəhənnəmə aparır. Hamısı nədir? Vəsilədir. Həqiqətən adam o qədər yalan danışar ki, axırda Allah yanında da yalancılardan hesab olunur, sayılır. Allah qorusun. Yəni, insan yalan danışır Allah yanında. Allahın yanında insan nədir? Yalancı sayılır. Eğer belə bir insan heç istəmir ki, qohum əqrabanın yanında, dostlarının yanında, iş yoldaşlarının yanında nə olsun yalancı desinlər. Yəni uzaqdan gəlir, sanki o qulağı deşir, yalancının, fırıldağın biridir. Yəni belə bir sözlər kim istəyir o ləqəbi, o pis sifəti ona desinlər, heç kim istəmir. Yəni bu insanların yanında bu sifəti o qəbul eləmirsə də, Allah qorusun, Allah yanında bu insanın nədir? Belə olması çox çirkin bir şeydir, çox pis şeydir ki, insan Allah yanında bu ada, yəni mələklərinin yanında, Allahın yanında bu adla vəsf olunur, hesab olunur. Orada əziz qardaşlar, o sahabələrin ki deməsi ki, kaş ki Peyğəmbər sallallahu əleyhi və səlləm susaydı. Deyir, onlar Peyğəmbər sallallahu əleyhi və səlləmin halına acıdıqlarından və o həyəcanlanmasın deyə belə demişdilər. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm çünki söykənmişdi axı, qalxır, oturur və dəfələrcə təkrarlayır
və Peyğəmbər s.ə.v halına acıyır və deyirlər, həyəcanlanır Peyğəmbər s.ə.v, səsini qaldırır və ona görə sahabələr belə deyirlər ki, yəni Peyğəmbər s.ə.v halına acıyırlar və həyəcanlanmasın deyə. Peyğəmbər s.ə.v bunu niyə belə eləyib, bu formada deyir? Çünki bu çirkin bir əməldir, əziz qardaşlar. Çirkin bir əməldir. Görün, Peyğəmbər s.ə.v insanlar arasında olan iğrənc bir əməli bu qədər vurğuluyur və bunu halını dəyişərək deyir. Amma baxın, yəni şirk barəsində elə demir. Sahabələr bunu bilirlər. Halbuki şirk ondan böyük günahdır. Bu da böyük günahdır. Bu insan dindən çıxartmır. Amma gör necə çirkin əməldir ki, bu çirkin əməldir ki, həm insan Allah yanında heybətini itirir, hörmətini itirir, həmçində insanların yanında. Dindən çıxmasa da, amma insanın hörməti, izzəti, şərəfi gedir. Yəni yalançı olmaqla. Allah qorusun. 132-ci rivayətdə Əbu Cüheyfə radiyallahu anh rivayət edir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə demişdi. O ki qaldı mənə, mən söykənmiş halda yemək yemirəm deyir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, mən söykənmiş halda yemək yemirəm. Deməli, söykənmiş halda yemək yemək icazəli deyil. Peyğəmbər sallallahu aleyhi ve sellem əməlinə uyğun deyir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem belə etmir. İnsan söykənəkli halda yemək yeməsi sünnəyə müxalifdir. Yəni biz buradan bildik ki, bu Peyğəmbər sallallahu aleyhi ve sellemin yolu deyil. Həm Peyğəmbərimizin sallallahu aleyhi ve sellem sifətini öyrən, bu da onun nədir? Sifətindəndir ki, belə bir əməl eləməyibdir və biz də bu əməldən çəkindik. 133-cü rivayətdə yenə Əbu Cüheyfə radiyallahu anh rivayət edir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə demişdi. Mən söykənmiş halda yemək yemirəm deyir. Yəni eyni təkrar başqa isnadla gələn rivayətdə, əziz qardaşlar. 134-cü rivayətdə Cabir ibn Samura radiyallahu anh deyir ki, mən Peyğəmbərin sallallahu aleyhi ve sellemin yastığa dirsəkləndiyini görmüşəm deyir. Yastığa dirsəkləndiyini görmüşəm deyir. Tirmizi rahimehullah deyir ki, bu rivayətdən sonra Vaki onun sol tərəfə dirsəkləndiyini zikr etmişdi. Yəni Vakidən gələn isnadla gələn rivayətdə Peyğəmbər sallallahu əleyhi və səlləm sağa yox, sola dirsəklənərək yəni oturduğunu qeyd eləyir. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm dirsəklənərək oturardı, amma yemək yeməzdi, içməzdi dirsəklənərək. Dirsəklənərək belə şey etməyib, əziz qardaşlar. Deməli, bu hədis dəlildir ki, söykənmiş və ya dirsəklənmiş halda yemək yemək bəyənilmir. Söykənmiş və dirsəklənmiş halda. İnsan söykənərək və dirsəklənərək yemək yeməsi bəyənilmir. Sünnəyə müxalifdir. İslam alimləri yemək əsnasında bu oturuşun təkəbbürlükdən sayıldığını demiş və bunu Beyhaqinin Sünən əsərində rivayet etdiyi hədisdə əsaslanmışdılar. Yəni, Beyhaqinin Sünənində gələn hədisə əsaslandırdığını deyirlər ki, bu niyə belə təkəbbürlükdən, niyəsə təkəbbürlükdən sayılır. Yəni, dirsəklənərək, söykənərək yemək yeməyə təkəbbürlüyün əlamətidir. O, padşahlar, xanlar, əvvəlki nələrdə, indi belə düzdür, misal çəkmək bəlkə düzgün deyil, o əvvəl o filmlərdə göstərirlər, o padşahları da göstərəndə görürsünüz, onlar hamısı dirsəklənərək, yəni nəyəsə də dirsəklənərək nə eləyərdilər? Yemək yerdilər, ya suyunu içərdilər, söykənərək. Bu tür təkəbbürlüyün əlamətidir, belə insan belə baxanda görsən ki. Həmin hədisdə Abdullah ibn Busur radiyallahu anhu demişdir, yeməyin qıt olduğu bir gündə Peyğəmbər sallallahu aleyhi ve sellemə bir qoç gətirdilər. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem vaxtında biz bilirik ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Mədinədə olan ilk dönəmi çox çətin dönəm olubdur, qıtlıq olubdur. Bu qıtlığa baxmayaraq sahabələr Xəndək döyüşündən əvvəl o Xəndəyi qazanda o qıtlıq vaxtında bu baş vermişdi, əziz qardaşlar. Çox aclıq, qıtlıq başında. Amma yəni bunlar, sahabələr buna baxmayaraq ruhdan düşməmişdilər. Peyğəmbər sallallahu aleyhi ve sellem əhli əyalına bu qoçu bişirin. Bu ondan da çörək hazırlayın deyə buyurdu. Peyğəmbərin sallallahu aleyhi ve sellem qarra deyilən və 4 kişinin qaldıra biləcəyi böyük bir sinisi var idi. Sini. Qarra deyilən adı qarra idi. Nəhayət səhər açıldıqda bu sinini gətirib yeməyi onun içinə qoydular. Cəmaət bu yeməyin başına yığışdığı zaman Peyğəmbər sallallahu aleyhi ve sellem dizi üstə yeməyə oturdu. Dizi üstə yeməyə oturur. Onda, yəni bu zaman bədəvilərdən biri bu nə oturuşdur deyə soruşdu. Bədəvilərdən Peyğəmbər sallallahu aleyhi ve sellemdən soruşdu. Bu nə oturuşdur yəni? Oturursan. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu. Allah məni inadkar və dikbaş yox, ehtirama layiq bir qul etmişdir. Sonra davam edib dedi ki, yeməyin qırağından yeyin. Ortasını axıra saxlayın. Bu yemək sizin üçün bərəkətli olsun. Götürün, yeyin. Muhammedin canı əlində olan Allaha and olsun ki, siz Fars və Rum diyarlarını fəth edəcəksiniz. İş o yerə gəlib çatacaq ki, yemək çoxalacaq. Lakin üzərində Allahın adı çəkilməyəcək. Yəni, bəziləri o dərəcə
dərəcədə harınlayacaq ki, yemək yedikdə bismillah deməyəcəklər. Yəni Allahın nemətləri bol-bol gələcəkdir. Yəni siz Fars və Rumu diyarını fəth o diyarları fəth edəcəksiniz. Yəni ki, mal, dövlət, yemək, içmək çox olacaqdır, amma təəssüf ki, yəni insan nədir? Onu yeyəndə bismillah adı Allahla fəth eləyir, amma o Allahın ona bəxş etdiyi o qəniməti götürəndə Allahın adını çəkmədən yeyir. Yəni burada bu rivayətə əsasən Beyhəqinin Sünənində gəlir əziz qardaşlar. Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? Deyir ki, Allah məni dikbaş və inadkar yox, ehtirama layiq bir qul etmişdir. Buna görə də Peyğəmbər sallallahu əleyhi və səlləm orada nə eləyir? Dirsəkləndiyi halda olaxa. Peyğəmbər sallallahu əleyhi və səlləm dizi üstə oturur, yəni ehtiramla, təvazükar vəziyyətdə oturub yeməyini yeyir. Yəni ki, söykənərək, uzanaraq, dirsəklənərək yemək yemək sünnəyə müxalifdir. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm belə etməmişdir əziz qardaşlar. Belə etmək düzgün deyil. Təkəbbürlük əlamətidir. Allah bizi uzaq etsin belə şey. Növbəti bir fəsildə oxuyaq 2 dənə rivayətdir. 23-cü fəsildə müəllif deyir ki, Bəbu ittikə Rasulillahi sallallahu əleyhi və səlləm. Allah Resulü sallallahu əleyhi və səlləmin söykənməsi barədə varid olanlar. Burada ayaq üstə başqa birisinə söykənmək nəzərdə tutulur. Ayaq üstə başqa birisinə söykənmək nəzərdə tutulur. 135-ci rivayətdə Ənəs radiyallahu anh rivayət edir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm ağrıları şiddətləndiyi və taqətsiz olduğu üçün Usama ibn Zeydə söykənmiş halda evindən çıxdı. Peyğəmbər sallallahu əleyhi və səlləm ömrünün axırında. Peyğəmbər sallallahu əleyhi və səlləm əynindəki qitr bürüncəyinə bürünmüşdü. Sonra Peyğəmbər sallallahu əleyhi və səlləm gəlib cəmaata namaz qıldırdı. Baxın, Peyğəmbər sallallahu əleyhi və səlləm əziz qardaşlar, ağrılarına olmağına, şiddətli olmağına baxmayaraq, taqətsiz olmağına baxmayaraq cəmaat namazından qalmır və cəmaata gəlir. Hətta kiminsə də köməyi ilə də olsa, ona söykənərək də olsa, gəlir cəmaata namaz qıldırır. Cəmaata namaz qıldırır və yəni ki, bunu qaçırmır. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm də bizə ən böyük örnəkdir. Yəni insan Allah bizə tezliklə məscid qismət eləsin. Yəni məscid varsa da, azanı eşidirsə də getməlidir, heç bir şey bəhanə etməməlidir. Gedir məsciddə fərz namazlarını, qadın evdə namaz qılması əfsəldir. Kişinin də namaz qılması, fərz namazlarının qılması məsciddədir. 136-cı rivayətdə Fadıl ibn Abbas radiyallahu anhu deyir ki, Allah Resulü sallallahu əleyhi və səlləm vəfatı ilə nəticələnən xəstəliyə tutulduğu zaman mən onun yanına gəldim. Onun başında sarı rəhli sarıq var idi. Mən ona salam verdikdən sonra ey Fadıl deyə məni çağırdı. Peyğəmbər sallallahu əleyhi və səlləmin əmisi oğludur Fadıl. Əmisi Abbasın oğludur. Peyğəmbər sallallahu əleyhi və səlləmi dünyasını dəyişəndən sonra, öləndən sonra yuanlardan birisidir. Mən əmrinə müntəzərəm dedim ey Allah Resulü. O dedi, bu sarığı mənim başıma sarı. Mən onun buyurduğunu yerinə yetirdim. Sonra o qalxıb oturdu və əlini mənim çiynimə qoydu. Sonra ayağa qalxdı və mənə söykənmiş halda gedib məscidə daxil oldu deyir. Yəni, baxın, Peyğəmbər sallallahu əleyhi və səlləm yəni başqasından bu işi görməyi kömək istəsə də, yəni ki, çünki o əməl ki var, yerinə yetirəcəyi əməl fərz namazıdır. İbadətlərin içərisində, əməllərin içərisində ən üstünüdür tohiddən sonra namaz qılmaq əziz qardaşlar. Bu namazı da kişi məsciddə qılmalıdır. Peyğəmbər sallallahu əleyhi və səlləm ömrünün sonunda olsa belə, yəni ağrılar şiddətli olsa da, köməyə ehtiyac olsa da, kiməsə söykənməyə ehtiyac olsa da, onunla belə Peyğəmbər sallallahu əleyhi və səlləm lap axırda, yəni artıq yəni ki, qaçırmayıbdı. Yəni onda belə kiminsə də köməyi ilə, hətta bəzi rivayətdə gəlir ki, 2 nəfərin köməyi ilə, 2 nəfərin çiyninə girir. Peyğəmbər sallallahu əleyhi və səlləm gəlib oturaq halda cəmaat namazını qıldırır. Artıq ayağı üstə dura bilmir, hətta taqəti olmur. Cəmaat namazı oturaq halda qılır və yəni cəmaat namazını belə ötürmür və əda eləyir, cəmaatla qıldırır. Bu da Peyğəmbər sallallahu əleyhi və səlləm bizə nümunədir əziz qardaşlar. Biz Peyğəmbər sallallahu əleyhi və səlləm yolunu gedirik və özümüzə nə deyirik? Əhli sünnə vəl cəmaət. Əhli sünnə isə sünnəyə əhli olmalıyıq və sünnədə nə gəlirsə də bacardığımız qədər çalışıb yerinə yetirməliyik əziz qardaşlar. Bundan kifayətlənək. Allah Taala'dan istəyirəm, Allah Taala bizi eşidib faydalardan etsin. Allah Taala'dan istəyirəm, Allah Taala bizi öz dilində fəqihlərdən, dərin bilgi sahiblərindən etsin. Və Allah Taala'dan istəyirəm, Allah Taala bizim bütün günahlarımızı bağışlasın, bizi əfv etsin. Allah Taala'dan istəyirəm, Allah Taala daimi bizi harada olursa olaq qorusun, hifz etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi burada yığıb cəm etdiyi kimi uca cənnətdə sevimli Peyğəmbər Muhammed sallallahu əleyhi və səlləm yanında bizi yığsın, cəm eləsin, toplasın. Daha doğrusunu Allah bilir və sallallahu əleyhi nəbiyyinə Muhammedin və alə alihi və sahbihi əcmaîn. Subhanakallahumma və bihamdik.
Əşhədü ən la ilahə illə əntə əstəğfiruka və ətubu ileyk.